İlk böyük ailə biznesimizi qururuq part 3. Sizə biznes qurmaq üçün ikinci dəfədə obyekt açan biri kimi məsləhət görürəm ki, Bir falan qədər pulum olsaydı biznes qurardım. Bir də filan qədər vaxt bəs eləyər təmirə deməyin, çünki heç vaxt fikirləşdiyiniz, planladığınız kimi işlər getmir. fikirləşdiyinizdən ən az 2 qat pul çıxır və Təmir prosesi istədiyinizdən planladığınızdan ən az 15-20 gün artıq nəysə yetərincə motivasiya verdim keçək bizim işlərə. Uzun Uzun axtarışdan sonra münasib qiymətli mebel ustaları tapdıq və onlar gəldi ölçüləri götürməyə, sonra rəng seçdik. Bu 2 həftə vaxt ərzində yanğın sistemlərini yoxladıq, reklam dekor işlərinə yenidən baxdıq, Wi-Fi çəkdirdik və təmir prosesi də bu vaxt ərzində bitdi. Divarları artıq hazır vəziyyətdə görmək çox qəribə hiss idi, çünki əvvəllər sadəcə boş bir yer idi, indi isə yavaş-yavaş mağazaya oxşamağa başlayır. Bu arada gördüyünüz üzrə məhsulların bir hissəsini gətirdik, rəsmindən bir yerdə ambara yığdıq. Bu 2 həftədə çox yorulduq, amma hər şeyi öz əlimizlə eləmək çox ləzzət elədi. Bu qədər şey elədik, təbii ki, o vaxta qədər mebellərin bir hissəsi hazır oldu və gəldi. Bir çox şeydə digər parta saxlayıram. Düşünürəm ki, məqsədə çatmaq gözəldir, amma o yolda yaşadığı xatirələr daha gözəldir və ona görə də bacımla belə bir xatirə qoydum sizin üçün. Ümid eləyirəm ki, hər şey ürəyimizcə olacaq. Növbəti partda görüşərik. Sağ olun.